ucuzlaşdırmayın xanımlar, etməyin. Söhbət bahalı hədiyyələrdən getmir. Özünüzü dəyərli hesab edin. Salam. Gördüyünüz kimi bugün Fərdə mənləndir. Biz bir video çəkəcəyik. Demək istəyirsən nə olacaq? Yox, səndə. Yox, səndə. Mən deyim. Yox, səndə. Yox, səndə Fərdə. Yaxşı, mən deyirəm. Bu gün Instagramda hamımızın, bütün qadınların o bildiyi Qadınlar Klubu səhifəsindəki o ikonik şeylərdən, mətnlərdən bəzilərini oxuyacağıq. Həyat hekayələrindən. Yəni orada məsləhət istəyirlər. İnsanlar öz hekayələrini paylaşır, məsləhət istəyirlər. Biz də etikadan kənara çıxmamaq şərti ilə məsləhət verməyə çalışacağıq. Çalışacağıq ki, çox belə emosional olmayaq, emosional davranmayaq. Başladıq. Bunu oxumayacağam. Salam, 3 ildir evliyəm. Yoldaşımın borcları olduğuna görə qıyıb heç nə aldırmamışam. Abur-cubur kimi şeylər alır arada. Canın çıxartmalıydın, aldırmalıydın, ağılsız. Arada sevdiyim şeyləri ondan xaric ad günü, başqa günlərdə istəməmişəm. Özü təklif etsə belə ancaq anası hər ad gününü təntənəli keçirir. Yoldaşım ona hədiyyə alır, ancaq mənim ad günümdə tort belə olmur. Nəinki hədiyyə. Bugün ayıldım ki, bu vəziyyət artıq məni incidir. 3000 civarında yenə borcu var. Sizcə mən də anası kimi etməliyəm? Hər ay pul almalıyam, yoxsa biraz da səbr edib hər şeyin daha yaxşı olmasını gözləməliyəm? Məncə ilk olaraq birincisi kocasını qabağına qoyub danışmalıdır, yəni. Mən bunu istəməsəm belə, mənim kocam bunu eləmək istəməlidir və eləməlidir. Mən bahalı hədiyyələrdən falan danışmıram. Yəni mənim də yoldaşım mənim ad günümdə mənə bahalı hədiyyələr almır ki, buna mən icazə vermirəm. Təbii ki, istəsəm də, istəməsəm də o alar, amma istəmərəm yəni. Çünki bu an şu an bizim də müəyyən qədər borcumuz, xərcimiz var. Sən də bilirsən. İstəyirsə bir deməlisən ki, birinci öz ailəmizin ehtiyaclarını gidərəndən sonra birinci dərəcəli qohumların ehtiyaclarını gidərmək lazımdır. Həm də ki, yoldaşını qabağına qoyub danışmalıdır ki, yəni bizim bu qədər borcumuz var, sənin anana bu qədər bahalı hədiyyələr almağın normal deyil. İlk olaraq bu məsləhət kimi deyil, başqalarına məsləhətdir. Qızlar heç vaxt elə eləməyin. Evlilikdə özünüzün dəyərini bilin. Yəni, okey, mən başa düşürəm. Pul yoxdur, o başqa bir şey. Amma əgər 1 manatlıq, 2 manatlıq belə şeylər özünüzə qıya bilmirsinizsə, özünüzü konkret ucuzlaşdırırsınız və istər-istəməz qarşıdakı insan nə qədər sizi sevsə də, nə qədər sizi tanısa da, o düşünür ki, sizin xarakteriniz budur və istədiyi qədər, yəni o getdikcə daha da belə necə deyim, heç nə almamağa başlayır. Qarşı. Yəni hər şey istəkdən asılıdır. İstək hər şey bir çox şeyi formalaşdıra bilər. İkinci olaraq isə otur danış. Əgər düşünürsənsə ki, hələ ki evlilikdə müəyyən nələrsə eləyə bilərsən, mütləq danışmalısan. Yox, gördün ki, borcları çoxdur, özü də nəsə eləməyə çalışmır, amma valideyninə və yaxud da başqa digər qohumlara nələrsə almağa çalışır. Deməli, artıq sənin həyat yoldaşında problem var. İlk öncə o öz ailəsini, bax, artıq onun ailəsi sənsən. Ata, ana, nəsil ailəsindən bundan söhbət getmir. Əsl ailəsi, ilk dərəcəli ailəsi sizsiz. Birinci sizi düşünməlidir. Evin maddi vəziyyəti, maddi mənəvi, yəni necə deyim, hər şey normal olandan sonra əlbəttə ki, anasına baxa bilər. Yox, əgər təsəvvür edin evdə heç nə yoxdur. Zaten ad günündə nəsə eləməsi normaldır, zırt-pırt. Amma yəni bu dəqiqə sənin durumun yoxdursa və gedib anana bahalı hədiyyələr alırsansa, bu psixoloji olaraq sənin özünü sübut eləmə çalışma duyğundur, yəni sadəcə. Problemlidir. Nişanlım yaxşıdır mənə qarşı, hədiyyəsi, diqqəti yerindədir. Lakin məsələn, geyim istəyirəm deyir, ucuz olsun. Gəlin bəzək üçün salon yerini güclə deyirəm, istədiyim yeri. Ancaq ucuza qaçır. Xəsis deyil, mənə hədiyyə alır, amma nəsə deyəndə də deyir elə bil nazir qızısan. Özüm də ailənin qızı. Özüm nə ailənin qızı deyiləm, burası bilmirəm nədir. Onsuz mən ona maddi cəhətdən yük olmuram. Özüm işləyirəm, hər şeyimi edirəm, amma hər qızın da arzusu olur da, toyunda yaxşı görünmək. Hər şeyin ucuzuna qaçır. Kosmetika deyir, bahalı kosmetika güya nədir? Deyir, deyim imkanı yoxdur, var. Qızıl da almağa valideynlər deyir ucuz qızıl. Düzdür, xoşbəxtlik bunlarda deyil. Amma gəlinə qoyulan dəyər də buradan görünür. Bu sözlər məni pis hiss etdirir. İlk öncə, yəni oğlanın birincisi fikirlərini açıq ifadə eləməyi məncə düzgün bir şeydir. Amma baxır nə cəhətdəndir. Açıq-açıq demək, desə ki, məsələn, bax bu dəqiqə mənim durumum buna əl verir. Allah ki, durumumuz düzələr. Sənin istədiyin hər şeyi sənə
alaram və yaxud da sənin istədiyin hər şəraiti sənə yaradaram, amma təəssüf ki, hal-hazırda maddi durumumuz buna əl vermir. Yəni otur ondan bunu soruş. Denən ki, əgər bizim maddi durumumuz buna əl vermirsə, okeydir. Mən müəyyən müddətdə dişimi sıxaram. Əgər yox, maddi durumumuz buna imkan verirsə, amma mən yenə də bunu eləmirəmsə, demək ki, sənin başın çatmır ay xanım. Ayrıl o oğlandan. Simitdir. Videonun başlığı ayrıl. Boşan. Tulla onu çeynə olsun. Demək olar ki, hamısı bu olacaq. Hamıya ayrıl deyirik. Amma cidden də, yəni qoysun qabağına desin ki, mənim tutaq ki, maddi durumum hələ ki buna əl vermir. O okeydir, başa düşərsən. Amma yoxsa ki, mən bir dənə qızıldan üzr istəyirəm, tumanım əksikdir, amma mən sənə tutaq ki, atıram, nə bilim, Narsdan atıram bir dənə blush ala bilmərəm. Xonçala qoymağa. Niyə? Nədən yəni? O qədər də yəni şey deyil. Yəni o qədər də yox da yəni. Nə bilim vallahi. Fakir oğlanlar ümumiyyətlə fakir oğlanlardan qaçmaq lazımdır, amma fakir amma zəngin olma potensialı olan oğlanlarla evlənmək lazımdır. Hə, potensiallı. Heç deyil, amma simic olacaq. Yəni evlənəndən sonra, simic olacaq. %100 simicdir. %100 yəni qatılıram sənə. Hə, çünki belə hiss olunur ki, deyir mənə hədiyyələr alır və sair belə elə. Hədiyyələr almaq bu o demək deyil ki, o simic deyil. Yəni indi sənin başına qata bilər ya da ki, love bombing eləyə bilər sənə. Amma üzr istəyirəm, Cərilə sözümü də kəsdim, mən çox danışıram biraz. Yəni belə də ki, sevgilisiniz və hal-hazırda evlilik ərəfəsindəsiz, canım cicim aylarındasınız. Da sənə deməyəcək ki, köpək qızı, nə bilim filan şey almıram sənə, davay cəhənnəm ol burdan deməyəcək ki, təbii ki də sənə hədiyyələr alacaq, sənə qəşəng davranacaq, sənə gülüm, böcəyim, aşkım, çiçəyim falan deyəcək də. Yəni yaxşı davranacaq. Amma o qırçıdır. Mən də qırçı insanlardan xoşum gəlmir. Məsələn, əgər qədirdə elə bir xasiyyət olsaydı, mən onu çoxdan atmışdım. Çünki bu sadəcə sizə hədiyyə alacaq temasında deyil. Bu sizin gələcəkdə, məsələn, evimizə bir dənə qab yuyan alaq. Ay Allah, nəyə lazımdır o? Filan kəs nə edirsən? Əlində yu. Filan köynəyi alım. Bilirsiniz nədir? Bir kişi xeylaxı, mən düşünürəm ki, mənim fikrimcə bunları deməməlidir. Kişinin öz işi var. Yəni düzdür, indi hal-hazırda cəmiyyətə, kapitalizmə qadın da müəyyən yatırımlar, yəni qadın da kömək edir, qadın da işləyir, amma mən düşünürəm ki, kişi fərqi yoxdur hansı situasiyada olursa olsun, belə işlərə qarışmamalıdır. Pulu xərcləyə bilməlidir. İnanın mənə, mən öz həyatımdan sizə deyirəm, pul xərcləyəndən sonra gəlir. Yəni onu xərcləməyə bacarmaq lazımdır. Yox, nə bilim 5 manatlıq, 50 manatlıq narsı gedib o almaq istəmirsə, okeydir, danışa bilərsiniz onu. Hər kəsdən bahalı məhsullar almaq məcburiyyətində deyil. Alma məcburiyyətində həqiqətən deyil, amma hər şeyə deyinirsə, siz düşünün ki, evlilik nişanlılığın daha belə problemli versiyasıdır. Sizin nişanlınızın, sevgilivizin olan problemləri evlilikdə 100 qat, 10-100 qata qədər arta bilər. Qədir mənim ad günümə nişanlı olanda hədiyyə almışdı və mən o hədiyyəni bəyənməmişdim. Mən onun üzünə də demişdim. Bəyənməmişdim söhbəti deyəndə, mən o hədiyyəni istəməmişdim. Yəni bu arada 1 il boyunca bu hədiyyə idi. Baxın, bu qızıl idi, amma mən başqa bir qızıl istəyirdim. Bunun elə bil, bunun qolbağını istəyirdim. Bunun görürsüz də yəqin, hə. Nəysə, Qədir bunu almamışdı, getmişdi başqa bir şey almışdı və mən də bunu demişdim, bildirmişdim. Bu onun xoşuna gəlməmişdi, amma mən ilk gündən mən bilirdim ki, o vaxt deməsəm, gələcəkdə heç deyə bilməyəcəm. Ümumiyyətlə məncə oğlanlar zaten konkret varlıqlardır. Birbaşa onlara nə istədiyini və ya istəmədiyini deməlisən. Trip atmalı, üzülməli, yalandan ona belə naz qəmzə eləməli. Naz eləmək lazım deyə o heç amma yəni bir şeyi istəmirsənsə və ya istəyirsənsə onu birbaşa deməlisən ki, mən filan şey istəyirəm və ya istəmirəm. Yəni bu tək qızıldan, zırtdan, pırtdan asılı deyil. Yəni duyğular cəhətdən də belə olmalıdır deyə düşünürəm. Mantıqlı. Bu arada onu da deyim ki, biz yəni mən şəxsən öz adıma danışım, Cəliləni də tanıyıram. Yəni heç kim, yenə də deyirəm, bahalı hədiyyələr, bahalı şeylər peşində deyil. Adam sənin açıq-açıq qabağına qoyub normal şəkildə izah eləyirsə, okey, problem yoxdur. Əgər yoxsa ki, olan yerdə xərcləmirsə, demək ki, problemlidir. Çox maraqlı birini oxuyacağam. Əslində belə şeylərə artıq seçib baxacağam. 2 gündür götür-qoy edirəm. Çarəsiz qalmışam. Mənim çox mehriban, çox yaxşı qonşum var. 8 ildir qonşu yox, maşallah. Son 2 ildir daha da mehriban olmuşuq. Ailəvi gediş-gəliş olur. Həm də uşaqlarının müəllimiyəm. 2 gün əvvəl
yaxşı görünmür. Məncə də. Həm də deyir 2 gün əvvəl günorta vaxtı yoldaşından mənə mesaj gəldi. Uzun mesaj idi. Nömrəmi götürüb yoldaşının telefonundan. Qısa olaraq deyəcəm. Yazıb ki, içmişəm. Bu dəqiqə ancaq sizi düşünürəm. Bla bla bla. Üzr istəyirəm, mesajı qoyacağam ora. Xanımına yazır, kişi qadına yazır, həyat yoldaşı. Qonşusunun, bir dənə xanımdır, qonşusunun həyat yoldaşı qadına yazır. Qonşusunun əri. Hə də, yəni o da qonşusudur. Oğlan buna yazır. Qadına yazır. Qısa olaraq deyirəm, içmişəm bu dəqiqə ancaq sizi düşünürəm, üzr istəyirəm bla bla. Çox səhv hərəkətdir. Çox səhv hərəkətdir, amma ağlımdan çıxmırsınız. İçməsəm bunu yazmağa cəsarətim olmazdı. İstəsəniz bloka atın, haqlısınız. Bu kimi mesaj. Oxuyan kimi bloka atdım. Bilmirəm nə edim, necə edim. Yoldaşıma deyimmi? Çünki yoldaşım dünən ustalıq iş vardı, çağırdı onu köməyə. Yoldaşı ilə bərabər gəldi. Mən salam belə vermədim. Bir bəhanə ilə hava yaxşıdır deyib yoldaşını götürüb yürüyüşə çıxdım. Bu dəfə belə etdim, amma hər dəfə bir bəhanə etmək olmayacaq. Necə etməliyəm? Xahiş edirəm, kömək edin. Bu arada bu xanım ikinci mesajını da paylaşdı sonradan. Hə, deməli başqa bir nömrədən buna yazıb, bu xanıma yazıb və bildirib ki, bəs mən dünənləri belə bir şey sizə demişəm. Üzürlü sayın, içkili idim və s. Səhv etmirəmsə belə bir şey idi. Bəs gəlin bilmirəm, orası aydın deyil. Sonra qadın cavab verməyib, bunu da bloka atıb. Üstə gəlib bunun qapısını döyüb neçə dəqiqələrlə. Qorxusundan qadın da deyir ki, mən bilmirəm həyat yoldaşıma deyim ya yox. İndi sənin fikirləri birinci alaq Fəridə. Mən açığı Ziya mənim bu həyatdakı ən yaxın dostum təbii ki, Cəhərlə də var. Amma yəni Ziya ilə tanış olandan bəri mən hər şeyimi, bütün həyatımı onunla bölüşürəm, yəni. Yəni bunu da net deyərdim. Mən öz adıma danışım, deyərdim. Məncə demək də lazımdır, çünki ağ eləyib də, yəni bu. Amma sakit-sakit başa salıb izah eləməlisən ki, dava çıxmasın. Çünki ara yerdə sənin kocan da gedə bilər. Hə, çox pis bir situasiyadır, amma mən həmin adamın, yəni qonşumun xanıma da deyərdim də. Deyərdim ki, nə bilim ola bilər. Amma şirin görünür. Hə, şirin o bu kimi səsimiz bilirəm. Hə, ümid edirik ki, eşidirsiniz səsimizi, hə. Hə, yəni açıq-açıq gedib deyərdim ki, sən kocan mənə belə-belə mesajlar yazır, mesajları da göstərərdim, öz yoldaşıma da deyərdim. Çünki səhər bir gün işdi, qəzadır, bunun üstü açılsa, yəni yoldaşın sənə deyə bilər ki, sən bunu mənə niyə deməmisən, sənin məqsədin nə idi ki, bunu deməmisən. Düz deyil, normal düşüncəli insan məncə elə deməz, amma deyə də bilər də, nə bilim, indi mən xanımın yoldaşını tanımıram. Amma nə bilim, valla, mən net kocama deyərdim, net yəni, heç düşünmədən. İlk mesaj yazdığımdan kocama deyərdim, net. Mən birinci deyim ki, başı xarab olur. Bu xanım mütləq şəkildə həyat yoldaşına deməlidir. Biraz daha sadələşdirib deyə bilər. Çünki kişilər indi beyni qan olar, gedər vurar, öldürər, özü həbsə düşər. Yəni durduq yerə üzr istəyirəm bir şeyə düşərlər yəni. Bu lazım deyil. Zibilə deyə bilərsən. Hə, zibilə düşə bilərlər. Biraz sadələşdirib deyə bilər. Hə? Yəni net yəni sadələşdirib deməlidir, amma deməsə, bu adam yəni gəlib gedəcək, axı bunun nə? Bunları gedib gələcək, sonra nəsə ola bilər qorxusundan, baxın, özünü defend olaraq, yəni belə müdafiə olaraq bu qızın üstünə ata bilər hər şeyi. Yəni ola bilər. Yəni hər şey ola bilər. Eləyən bir insandan hər şey gözlənilə bilər. Yəni okey, sən bir qələt də eləmisən, səhər də yazıb üzr istəmisən ki, hə, üzrlü sayın. Sonra mənim evimə nə gəlirsən, hə? Sən kim olaraq mənim evimə gəlirsən ki, pardon, hə, yazdım, mən də gördüm, okey, söhbət bağlandı, getdi, qurtardı. Nə sən yazmış kimi davran, nə də mən görmüş kimi davranım. Səndən də bundan sonra əlaqəmi kəsim də danışmıram, vəsiyo. Sən mənim qapıma nəyə gəlirsən? Sən biabırçılıq sonra nələrsə olacaq. Yəni həyat yoldaşına başa salırsan, ağıllı insandırsa, bax ağıllı insan. Məsələn, mən bunu qəlbə dediyim, dedim, əgər İraq olsun, bir şey başınıza gəlsə nə olar? Deyirsən mən onu mütləq deməlisən. Mütləq. Digərinə keçirəm. Deməli, bu yaxında öyrənmişəm ki, qaynım arvadı qaynıma xəyanət edir. Həyatımın şokunu yaşamışam. Mən o dəqiqə deyərdim bu arada. Mən o dəqiqə deyərdim, salaq mısın, Cemile, nə bekliyorsun? Nəysə. Həyatımın şokunu yaşamışam, bu bir yana. Eltinin gəzdiyi kişinin arvadı məni tapıb yazıb mənə. Mənə yalvarır ki, o qadına de, mənim ərimdən əl çəksin. Ailəmi dağıtmasın. Qaynım dayım oğludur. Sən niyə gözlürsən ay xanım? Dayımın arvadına deyərdim. Hə, çox yaxşı oğlandı. Qazanan, evcanlı, ailəcanlı, arvadını da çox istəyir. Özü sevib qaçırdıb Kileron təpəsinə.
Qarşılıqlı olub sevgiləri. 3 uşaqları var, bir qızı ailəlidir, 2 uşağı var. Yəni qaynım Qızı biri da ailəlidir. Ay Allah. Az bu nə başladı? Bu. Yəni qaynımgilin 2 nəvəsi var. O. Digər uşaqları da evlənəsi yaşdadırlar. Eltinin belə şey edəcəyini heç inanmazdım. Amma sübutlar var. Nə sübutlar ay xanım? Yəni adamın arvadı ta sənə yazıbsa tarix nə sübutu gözləyirsən ay xan. Ay xan. Əminəm, amma qorxuram. Heç kimə deyə bilmirəm. Çünki qaynım onu arvadını öldürər. Belə deyim, okey, o fiziki bir şey deyil. Adam idi, mükəmməl adam idi. Niyə arvadını öldürür? Arvadını öldürən adam mükəmməl ola bilməz birincisi, o psixologiyada olan adam. Demək ki, o da normal deyil. Arvadını öldürəcək kapasitədədir səncə. Qaynıma yazığım gəlir. İstəmirəm bu tərbiyəsinə görə həbsə girsin, dünyası dağılsın. Qaynım arvadına deyəcəm, tüpürəcəm üzünə. Bilmirəm qaynıma deyim deməyəm. Fikirləşirəm ki, Eltim indi gəzdiyindən tutaq ki, ayrıldı. Nə məlumdur başqası ilə gəzməyəcəyi. Mən olsam qaynıma gedib demərəm. Çünki ortada pis çıxan mən olaram. Gedirəm yoldaşıma deyirəm ki, məsələn, ay yoldaşım, ay filan kəs, sən qardaşının arvadı belə-belə qəndlər eləyir. Açaram o həmin aldadan adamın mesajlarını göstərəm ki, bax bunun arvadı mənə belə-belə yazıb. Get denən qardaşına denən belədir, bu yerdədir məsələn. Mən özüm demərəm ona. Ya nə bilim, gedərəm yoldaşıma deyərəm, yoldaşımla bir yerdə qaynanama deyərəm ki, məsələ bu yerdədir. Yəni ondan sonra da artıq nə olacaqsa olsun. Belədir ki, yəni əgər qaynın da insan öldürəcək kapasitədə biridirsə, yenə də deyirəm, demək ki, o da normal insan deyil, yəni. Mantıqlı. Yəni o düşünməlidir ki, yəni o elə bir insan, əgər bu qədər mükəmməldirsə, sizin dediyiniz kimi, yəni bu qədər yaxşı bir insansa düşünməlidir ki, okey, bu mən aldadır, mən bu kicinə, yəni mundar qalına niyə əlimi buluyum ki, gedim boşanım, yəni qutarsın ki, arvadın da 2 dənə nəvəsi var, sən nəvəsən, sən harada yaraşın? Və indi mən qoydayım. Birincisi mən deyərəm ki, yəni like birincisi Eltimə deyərəm, hə, Eltimin davazından qəşək. Mən şantaj edərəm. Pul alaram. Deməli, birinci olaraq mənim nəyimə lazımsa məni bax məsələn, mənim dayım oğlunu, qaynım elə bir dayım oğludur, hə. Dayım oğlunu aldadıb. Bunun aldadanın həyat yoldaşı gəlib mənə niyə deyirsən? Ay, sən o ilk başda yahu, gəlib kim aldadıbsa, o ərini aldadır. Nə bilim, onun öz ailəsinə deyir. Ya mən durduq yerə niyə problemə batmalıyam? Mən öz həyatımı yaşayıram. Durduq işimlə məşğul ol da qardaşım. Problemin içinə sürüklənmiş oldun. Suça sürüklənən görə. Ya mən niyə problemə sarsın? Mən həyat yoldaşıma desəm, həyat yoldaşım bir şey eləyə bilər. Nə bilim, mən özümdə vicdan əzabı çəkəcəm. Ya deyimmi, deməyimmi, desəm bir şey olacaq. Deməsəm bir də. Elə kim aldadırsa, elə bunu tapmısansa, demək ki, ərin kimlə gəzir, onu da tapmısandır. Get elə həmin arvada zəng edilən ki, ay nöqtə. Mənim ərimdən uzaqdır, yəni. Niyə ki eltisinə yazırsan ki, o mənim ərimdən uzaqdır deyəndə o xanımdan danışır. Get boşan da. Sənin bu namussuz həyat yoldaşın sənə xəyanət edir. Sən ondan bir kişi olmağını, ata olmağını, ən əsası da sənə həyat yoldaşı olmağını gözləyirsən. Rədd elə getsin də. Qadınların ümumiyyətlə ərlərinə 5 yaşındakı bir uşaq kimi davranması məsələsi məni yəni çox əsəbləşdirir. Eşşək boyda kişi sən başa düşməyib, sən xəyanət edirsən həqiqətən. Yəni düz yola necə çəkəsən, onun bu yaşına gəlibsə, özdə nəvəsi olan qadınla gəlirsə, demək kişinin də yaşı çoxdur deyə ümid edirəm inşallah ki. Özündən neçə yaş balaca oğlanla gəzmirdir, yəni belə bir şeydirsə daha şok olar. İhtimal o da ola bilər. O da hər şey ola bilər. Həyatda da azar. Allah qoru. Türkiyəyə oxşayırıq evcə. Az Türkiyəyə çatmağımız hələ çox var. Onlarda elə şeylər baş verir ki, Müge Anlı'ya baxırsınız qızlar, Müge Anlı'ya baxın, orada maraqlı şeylər olur. Mən də baxmaq istəyirəm Müge Anlı'ya. Nəysə, hə, dediyim kimi yəni, amma əgər belə bir şey olubsa, yenə deyirəm, mən birinci gedərəm Eltimin yanına deyərəm ki, ağlıma gələ biləcək hər şeyi deyə bilərəm. Və səs yazısını alaram bunu. Məntiq. Qabaqcadan o insanlar mənə hansı ki yazmışdı, demişdi. Bəs sübutlar falan filan. Sübutları bir yerdə gizli saxlayaram. Orada bilirsən də. Kim sonra mənim üstümə atmasın, yalandan deməsin. Səs yazısı, yəni şey olaraq qanunən olmaz yəni. Olur. Həqiqi? Olur. Qanunsuz idi, etik çərçivədən uzaq idi, amma artıq elə deyil. Yəni bir insanın səsini, yəni
insanın özünə aid səsi, görüntünü və ya o tip bir şeylər yayılmaq olmaz. Haqqı zırt-pırt məsələləri zət yoxdur ona görə yəni. Dəyişmə bilər. Amma yenə də bir baxıb buraları qeyd edərəm. Hə, mən qabaqcadan şey yaparam, səs yazısına da alaram ki, məni polisi məhkəmənin yersən, gedirsən, elə oğlan göstərərsən ki, arvadım bunu danışıb da fisə yəni. Hə, yox, mən danışaram ondan ki, bir ağlın olsun. Mən sənə şans verirəm ki, heç kəsə demirəm. Amma hər şey deyərəm də bunu içimdə nə təhqir olsun, kimin elsinə xoş gəlir ki, məsələn mənim gəlməz. Düz mənim eltim yoxdur, amma gəlməz. Onu da deyərəm ki, bax sənə şans verirəm, ayrıl. Heç kəsə heç nə deməyəcəm. Çünki desəm sən başın gedəcək. İstəyirəm. Yəni əgər özün bilirsən həyat yoldaşı tanıyırsan, yox bəlkə həyat yoldaşı elə bir insan deyil. Yəni getdin də, yəni sizdən keçib xala. Yəni məncə xalasız da, yəni sizdən keçib başa dönün. O da ola bilər. Salam, yoldaşım evlənməzdən əvvəl ayrı qalacağıq sözünü verdi. Sən də yedin mi? Yeyibsən. Amma ailələr arasında söhbət oldu. Biraz ona görə qaçmalı oldu. Necə yəni? Sənə mən qaçaraq evləndilər. Mən sənə sənə şey yapıram. Yox, söhbətə qatmayaq. Amma yəni indi baxaq. Atası anası ilə bir yerdə qalırıq. 2 həftə keçmiş söhbət dava-dalaş olur. Yoldaşım da çox bağlıdır ailəsinə. Çıxmaz. Bu mən evlənərək həyatımın səhvini eləmsən. Zaten anasına atasına bu qədər bağlı olan insan demək ki, böyüməyib. Böyüməmiş insanla evlənmək zaten həyatının səhvidir. Davam elə. Allah haqqında. Yoldaşım da çox bağlıdır ailəsinə, qəti kirayəyə çıxmaz. Mənim də əsəblərim pozulub artıq nə edim sizcə? Ayağımı diriyim, əgər çıxmırsa ayrılım. Məncə əgər davamlı olaraq sürətli problem yaşayırsansa net ayrılmalısan birincisi. İkincisi də bayaq dediyim kimi, yəni olğunlaşmamış, hələ o psixoloji olaraq o yaş həddinə çatmamış bir insanla evlənərək zaten böyük bir səhv eləmisən. Hətta qaçaraq evlənmisən sən bu şeyə çatmamış insanla, böyüməmiş insanla qaçaraq evlənmisən. Sən hansı adamla bundan evlənmisən? Birincisi, zaten səhv eləmisən. İkincisi də ki, əgər yəni ayrılacaq şəraitin varsa net ayrıl yəni. Bu adam indi belədirsə 40 ildən sonra da yenə də belə olacaq. Həyatının sonuna qədər də belə olacaq. Yəni heç kimdən yəni bu yaşdan sonra dəyişməyini gözləyə bilməzsən. Qızlar, söhbət mənə gəlsə, mən onu deyə bilərəm ki, ilk olaraq əgər evlənəcəksinizsə, nişanlısınızsa və yaxud həyatınızda heç kəs yoxdursa, amma bir-iki sizə qayıdıb deyir ki, biz birinci, nə bilim, ayrı qalacağıq, nə bilim, 2 il belə qalarıq, 1 il belə qalarıq, nə bilim, bu boş cəfəngahdır. Siz orada ilişdiniz. Baxın, siz orada ilişdiniz. Siz heç nə deməyincə ona güvən və s. olmaz. Güvənməməlisiniz elə sözlərə. Siz qaldınız orada. İllərlə dava eləyəcəksiniz, qırışacaqsınız. Baxın, bir evdə 2 ailə olmaz. O ev ikisindən, 2 ailədən birinindir. Biri orada qonaqdır. Məsələn, bu da yeni gələn gəlin olur. Qonaq gəlindir. Sənin orada öz qaydaların olmayacaq. Sən kiminsə qaydalarına tabe olacaqsan. Sən onları izləməlisən. Mətbəxin bir xanımı olur. Mən anamdan ayrı qala bilmərəm, atamdan ayrı qala bilmərəm. Mən bir evdə yaşayıram. Bu nə bilim. Boş söhbətdir də. Mama uşağısan sən. Böyüməmsən sən. Böyü də biraz. Artıq sən bir evin sahibisən. Ailə başçısısan. Belə insan Xalqın qızına əmir qoyanda filan şey geyinmə, bəhmən yerə getmə, bunu məndən soruş, orada işləmə, burada bunu eləmə deyən insan bilirsiniz nətər olmalıdır? Öz sözünü deyə bir insan maddi və mənəvi cəhətdən də azad bir insan olmalıdır. Ona görə özünüzü kişi yerinə qoymaq istəyirsinizsə, xahiş edirəm, yəni belə həyat yoldaşı roluna, modelində görmək istəyirsinizsə, yəni mama uşaqlığından çıxın, xahiş edirəm. Artıq sizin 25 plus yaşınız var. Belə də olmaz axı. Yəni olmaz. Ev üstünə heç vaxt olmur. Yəni ayrı danışın. Ən mükəmməl qaynanası, qaynatası olsun, dünyanın ən ideal insanları olsun, yenə də bir evdə olmaq çox çətindir. Yox, bir evdə necə siz insanların gözü qabağında siz istədiyiniz şeylərə danışa bilərsiniz? Nə qədər rahat ola bilərsiniz sən? Olmur, mümkün deyil. Məsələn, 2 dənə istəyirsən axşam yeməyi hazırlayasan, romantik bir axşam yeməyi hazırlayasan, eləyə bilmirsən. Yəni nə bilim bir axşam tutaq ki, çölə çıxmaq istəyirsən, məcbursan ki, evdəki hamıya desən. Yəni bu pis bir şey demirəm. Evlənməzdən əvvəl məsələn Almatıdan demirsən ki, mən getmişəm tutaq ki, saat 11-də evə gələcəm atıram.
Yəni məcbursan ki, yəni onları da xəbər eləyəsən. Sürekli Ay da həyatımdakı ən pis, bəlkə bu mənim seçimimdir, bu bizim seçimimizdir, amma həyatımda ən nifrət etdiyim şeydir o. Mən niyə görə sizə nəsə deyim? Onu, yəni qızlar konkret olaraq özünüzə biraz ağlınız olsun ya. Evlilik böyük bir şey deyil. Evlənəndə normal xahiş edirəm biraz məntiqlə davranın. Evlilik böyük bir şey evlənən deyil. xanımların da psixologiyasından çox şey asılıdır. Məncə də. Ya o burada qərar verirsən, bir də evlənim, o qədər yükü götürüb, onsuz da evlilik məsuliyyətin 90-100% artmağı deməkdir. Bir də üstünə mən filan kəsim Böyüməmiş adamla evlənim hələ, onun valideynləri ilə. eyni yerdə Bir də o böyüməmiş adamların valideynləri də problemli olur ki, o insan böyüməmiş olur da. Yəni həm problemli yoldaşın olur, həm problemli qaynana qaynatan olur. Ona görə ekstra problem olur. Danışın ilk öncə, gördünüz ki, yox heç nə olmur. Düşünürsünüzsə ki, özünüzə baxa bilərsiniz, elə bəri başdan yolu ayırsanız daha yaxşıdır. Elə özünüzə baxa bilməyəcəyinizi də düşünürsünüzsə ayrılın. Yəni gedib bu dəqiqə McDonald's-da da işləyə bilərsiniz, hansısa marketdə kassir də işləyə bilərsiniz, amma belə yaşamaqdan yaxşıdır. Məncə.